Dövlətin ilk paytaxtı hansı şəhər olmuşdu? Təbriz. Düzdür. Qədim Romada kimləri danışan əmək Qulları. adlanırdılar? Düzdür. Misirdə Fironun ən yaxın köməkçisi necə adlanırdı? Sati. Düzdür. Ağır və yüngül səhra topları 16-cı əsr. Düzdür. 1923-cü il 29 oktyabr Azərbaycan Dövlət Respublika elan edildi. Türkiyə. Düzdür. 1895-ci ildə Azərbaycanda ilk mütəşəkkil tətil Bakıda. Düzdür. 1804-cü ildə Rusiya tərəfindən işğal edilən ilk Gəncə. Düzdür. 19-cu əsrdə nəyə müstəmləkə bilgisi adlandırıldı? Pas. Pambıq 1943-cü ilin iyulunda hansı dövlətə faşist rejimi? Almanya. Xeyr, İtaliyada. Quba xanlığının ən qüdrətli xanı kim olmuşdu? Fətəli xan. Düzdür. Cari hökuməti hansı təşkilatın müsəlmanların döyüşkən partiyası qurmuşdu? Düzdür. 1040-cı ildə Dənərəyə Səlcuqlar. Düzdür. 1917-20-ci illərdə Cənubi Azərbaycanda demokratik hərəkatı Xiyabani. Düzdür. Muğan qurultayı nəticəsində hansı dövlətin əsası? Mongol. Xeyr, Əfşarlar. Sizin 11 doğru cavabınız oldu. Davam edirik.